Bəsrə şəhərinin valisi var idi. Osman adında bir şəxs idi. Osman adında bir şəxs Bəsrə şəhərinin valisidir. Bir məclisdə iştirak edib ki, həmin məclisdə yalnız imkanlı şəxslər olub. Yalnız zəngin insanlar, varlı insanlar olub. Belə baxanda haram bir yerdə iştirak eləməyib. Varlı insanların iştirak etdiyi məclisdə olub ki, həmin məclisdə kasıbları qapıdan qovlayırmışlar. Bu xəbər İmam Əli əleyhissalama çatdığı zaman İmam Əli əleyhissalam o Bəsrə şəhərinin valisini dərhal işdən kənarlaşdırır və İmam Əli əleyhissalam buyurur ki, mən demirəm sənə Əli ol Ginan. Nəhcül Bəlağədə həmin məktub çox gözəl, məzmunlu bir məktubdur. İmam buyurur ki, mən demirəm sənə Əli ol Ginan, amma özü bizə oxşad Ginan, İmam Əli əleyhissalam buyurur. Sənin rəhbərin, sənin imamın elə bir məclisdə iştirak etməzdi ki, orada kasıbları qapıdan qovsunlar. Bəs İmam Əli əleyhissalamın digər göstərdiyi